Gölün bəndi yarılıb, 100-dən çox evi su basıb. Görüntülər Abşeron rayonu Dicaq qəsəbəsindəndir. Sakinlərin sözlərinə görə ərazidə suyun səviyyəsi bəzi yerlərdə 1 metrdən artıqdır. Nəticədə vətəndaşlar evlərinə daxil olmaqda çətinlik çəkir, bir çox ailə isə təhlükəsizlik məqsədi ilə yaşayış yerlərini tərk etməyə məcbur olub. Vəziyyətimiz qardaş çox pis, çox bərbad vəziyyətdə. 2 uşağım var, evim bax bura qədər suyun içindədir. Su basma nəticəsində evlərdə olan məişət əşyalarının böyük hissəsi yararsız hala düşüb. Maraqlanan yoxdur, vəziyyətimiz bərbaddır. Çırmanmışam, su ilə getmişəm, qalxıb həyətimə girə bilməmişəm. Artıq dərəcədə xahiş eləyəm, mənə kömək eləyin. İndi harada qalırsınız? İndi orada burada məsciddə qalır, bizim qızımız da Yəni öz evinizdə qala bilmirsiniz. yox, özümüzdə qala bilmirik. Orada da gedim baxın, o evə girmək olar, girmək olmaz. Hadisədən sonra əraziyə Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşları, yerli bələdiyyə nümayəndələri, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Bağlar Su Kanalı İdarəsindən Xəzər xəbərə bildirilib ki, daxil olmuş tapşırıq əsasında Dicaq qəsəbəsi ərazisində yerləşən Şor gölü ətrafına təcili olaraq işçi heyəti və texnikalar cəlb olunaraq işə başlanılıb. Hazırda xüsusi texnika və canlı qüvvənin iştirakı ilə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində intensiv işlər aparılır. Nizami Rəsulov, Elbrus Kərimli, Xəzər xəbər.